Əziz bilgələr, bu dəfə sizlə çoxsaylı istəkləri nəzərə alaraq keçən illərdə izahlarını çəkmədiyim 5 dənə də izahın dərs, 5 dənə də 5 dənə dərsin izahı var. Burada var Hindistan, Şimali Qafqaz, beynəlxalq münasibətlər, Çin, Yaponiya. Söhbət 19-20-ci əsrlərdən gedir. Birinci Hindistandan başlayırıq. Xəritəmizdə Hindistanı göstəririk. Hindistan bu ərazidə yerləşir. Ümumiyyətlə Asiya ərazisində yerləşir. Asiyanın cənubunu deyək ki, əhatə edir. Hindistan yarımadası ərazisində yerləşir. Biz axırıncı səfər Hindistandan söhbət edəndə 16-cı əsrdə biraz danışdıq. Böyük Moğol dövlətindən danışmışdıq. Sonraki dövrdə 18-ci əsrdə 1756-63-cü illərdə olan müharibədən danışdıq və bu müharibənin nəticəsində dedik ki, İngiltərə qalib gəldi. Fransa müstəmləkələri olan əraziləri ələ keçirdi. Orada məsələn Hindistan ərazisindən Benqaliyanı ələ keçirilmişdi. Ümumiyyətlə İngiltərə 18-ci əsrdən artıq yavaş-yavaş başlayırdı Fransanın Hindistanı işğal eləməyə. Və biz artıq 19-cu əsrdəki vəziyyətindən danışırıq. Ümumiyyətlə birinci onu deyirik ki, Maratha ərazisini və Pəncabı işğal edir. 1856-cı ildə Aud knyazlığının özündən asılı salmaqla Hindistan işğalını başa çatdırır. 19-cu əsrin ortalarında başa çatdırır. Eyni ildə baş vermiş hadisə kimi bizə Krım müharibəsinin bitməsini yaxud Paris müqaviləsinin imzalamasını da verə bilər. O da 56-cı ildə başa verir. Bu ərazini işğal edəndən sonra ümumiyyətlə elə İngiltərə bu ərazilərin işğalını həyata keçirəndə Ost-Hind şirkəti vasitəsilə həyata keçirdi. Xatırlatma olaraq demək istəyirəm ki, Ost-Hind şirkəti 1600-cü ildə 1-ci Yezavetan dövründə yaradılmışdı. Və artıq 19-cu əsrdə Ost-Hind şirkəti elə bir şirkət idi ki, təsəvvür edin ki, bir şirkət idi, normal bir şirkət. Amma onun öz ordusu var idi. İndi təsəvvür edin Google şirkəti var. Google şirkətinin təsəvvür bir ordusu var. Normal bildiyin döyüşkən ordu. Və zaman da bəlkə də ona doğru gedir. Hansı şirkətlərin öz orduları ola bilər. Artıq kapitalizmin çürümə nöqtəsində elə bir şey ola bilər və ondan sonra partlayış olacaq, yəqin ki. Bu dedi ki, Ost-Hind şirkəti vasitəsilə həyata keçirdi və 19-un birinci yarısında artıq Ost-Hind şirkətinə general qubernatorluq statusu da verilmişdi İngiltərə tərəfindən və onlar demək olar idarəçiliyi də öz əllərində cəmləşdirmişlər. Amma sonra 1813-33-cü il aralığında yeni bir xartiyə qəbul olunmuşdu və bu xartiyaya əsasən Ost-Hind şirkətinin Hindistandakı inhisarçılıq hüququ ləğv edilmişdi. Yəni, əvvəl Hindistanı yalnız Ost-Hind şirkəti nəzarət edirsə, artıq digər İngilis şirkətlərinin də Hindistana daxil olmasına icazə verilmişdi. Və artıq 19-cu əsrin birinci yarısını yavaş-yavaş keçirik. Burada iqtisadi inkişaf məsələləri var idi. Ümumiyyətlə, İngilislər burada hansı məsələlərə diqqət yetirirdilər? Biz 19-un ortalarında, biraz xronoloji cəhətdən toqquşma baş verdi. Amma 19-un ortalarında İngilislər daha çox dəmir yollarının çəkilməsi, iki vilayətlər arasında iqtisadi əlaqəni tez sürətləndirsinlər. Plantasiyaların sayına biraz üstünlük verirlər. Çünki onlar kənd təsərrüfatı mallarını buradan daşıyırlar. Böyük Britaniya dərsindən də elə burada demişdik ki, xaricdən kənd təsərrüfatı mallarının gətirilməsi ölkədəki kənd təsərrüfatına ağır zərbə vurmuşdu. Eyni zamanda burada olan kapitalist müəssisələrini özlərinə sərf edən sahələrini sırf inkişaf üçün şərait yaradırdılar. Bu dövrdə ümumiyyətlə biz gəlir artıq 19-un ortalarında bu Sipahilər üsyanından danışmağa başlayırıq. Sipahilər üsyanı özlüyündə 1857-1859-cu illərdə baş vermişdi. Sipahilər üsyanı Hindistan ərazisində yerləşən hərbiçilərin üsyanı, sipahi ordu nümayəndəsi idi. Ümumiyyətlə İngilislər, Sipahilər üsyanının səbəbi təbii ki, müstəmləkə zülmü idi, İngilis ağalığı idi, İngilis nümayəndələrin orada özbaşınalığı, vergilərin çoxluğu və s. digər səbəblər var idi. Və bu 19-cu əsrin ikinci yarısında müstəmləkə zülmünün əleyhinə üsyan olması həm Çinlə oxşar xüsusiyyətli Taypin hərəkatı var orada, həm də Azərbaycanda da məsələn Zaqatala üsyanı var, o da müstəmləkə zülmünə qarşı, yəni Rusiyaya qarşı üsyan eləmişdi. Burada üsyan başlamasına bəhanə nə olur? Bəs orada köhnə kitabda iki versiyada verilmişdi. Patronlardan istifadədən imtina edirlər. Çünki belə versiya var idi ki, deyir, patronların nəyinə görəsə sapını yağdan bağlayırdılar. Bu da donuz yağı idi. Müsəlman hərbiçilər də bunu asmaqdan imtina edirlər. Dolayısıyla patronlardan istifadə imtinasına görə üsyan qalxır və üsyanın gedişində onlar gediblər Dehli şəhərini ələ keçirirlər. Hətta burada keçmiş Moğol sülaləsindən olan Bahadır, 2-ci Bahadır xanı hakimiyyətə çıxardırlar. Lakin üsyanın davamı gətirə bilmirlər deyə İngilislər əlavə qüvvələr toplayaraq bu üsyanı yatırır. Əvvəlcə təzə kitabda deyir ki, 58-ci ildə artıq Böyük Moğol dövlətinin süquta uğradı, köhnədə isə 59 yazırdı.
Daha sonra isə 59-cu ildə Sipahilər üsyanını tamamilə yatırır. Sipahilər üsyanının yatırılması ilə Şamilin belə deyim ki, Ruslar tərəfindən götürülməsi eyni ilə düşür. O da eyni ildə baş vermiş hadisə. Azərbaycan tarixindən də ora əlavə eləmək olar. Şamaxı quberniyasının mərkəzinin Bakıya köçürülməsi yaxud Bakı quberniyasının yaradılması. Çünki Şamaxıda da zəlzələ baş vermişdi eyni ildə. Bu üç dənə hadisəni məsələn eyni il kimi götürmək olar. Sipahilər üsyanı məğlubiyyətlə nəticələnir dolayı üsyanlar, amma təsirsiz qalmır. Məsələn, təsiri nə olur? Deyir, bu ərazidə idarəçilikdə dəyişikliklər, yumuşatmalar həyata keçirilir. Birinci növbədə vəzifə təsis olunur ki, kralın yanında xüsusi vitse-prezident vasitəsilə Hindistan idarə olunur. Nazirlərə həvalə olunur Hindistanın idarəçiliyi. Eyni zamanda burada Ostin şirkətinin fəaliyyəti dayandırılır. Elə o da məsələn 1859-cu ildə götürülür. Ostin şirkətinin də fəaliyyəti dayandırılır. O eyni hadisəsinə kimi düşə bilər. Eyni zamanda sonra 1876-cı ildə Böyük Britaniyanın kraliçası, imperatrisa elan olunur, 2-ci Viktoriya. Daha doğrusu Viktoriya imperatrisa elan olunur və artıq Hindistanda müəyyən qədər yumşalmalar olsa da yenə də bunlar öz belə deyim ki, hakimiyyətlərini saxlayırlar. 19-un ikinci yarısından etibarən Hindistanda artıq milli kapitalın inkişafına başlanılır. Məsələn, burada bizə verilmiş hadisələr nələrdir? 1884-cü ildə Bombeydə milli kapitala aid olan ilk kapitalist müəssisəsi açılır. Və o toxuculuq bəli. Ümumiyyətlə belə deyim ki, onlar bu müəssisənin açılması Azərbaycanla eyni xüsusiyyətdir ki, 19-un ikinci yarısında Azərbaycanda milli kapitalistlər məsələn neft sənayesinə daxil olmuşdular. Yüngül yenilikdə daha da geniş yayılmışdılar. Məsələn bu 19-un ikinci yarısı onlarla bizim oxşar xüsusiyyəti ola bilər. Bundan sonra xronologiyana gəlsək 1885-ci ildə olan Ümumi Hindistan Konqresinin yaradılmasından söhbət eləmək olar, xronologiya ilə gedəndə. Bu Ümumi Hindistan Konqresinin yaradılması Ümumi Hindistan Konqresi. Ümumi Hindistan Konqresinin yaradılması əslində Hindistanlıların apardığı mübarizənin nəticəsidir. Onlar deyirlər ki, biz öz belə deyək ki, haqqımızı özümüz qorumaq istəyirik və təmsil olunmaq istəyirik. Həm Böyük Britaniyanın parlamentində nümayəndə istəyirik. Hindistanlılara da ingilislər də bunlara mülayim yanaşır. Deyirlər, yaşlı insansınız da, siz də təmsil oluna bilərsiniz. Və bu Hindistan Konqresi yaradılır, amma ingilislər parçala və hökmranlıq siyasətindən istifadə edərək müsəlmanlarla hinduslar arasında çəkişmə salır. Köhnə kitabda Tilakla Seyid Əhməd vardı, təzədə çıxarılıbdır. Və bu üsuldan istifadə edərək onları parçalayır. Bir də bizə 19-un sonlarında olan tətillərdən söhbət edelim. 1890-cı ildə baş vermiş bir tətil var idi. Bu 1890-cı ildə baş vermiş tətildə deyək ki, eyni dövrdə Azərbaycanda da tətillər baş vermişdi. İlk mütəşəkkil tətil vardı 1895-də tütün fabrikində. Bu tətilin nəticəsində azyaşlıların, bax buradakı cümləyə fikir verməliyik. Azyaşlıların əməyindən istifadə məhdudlaşdırılır. Tamamilə ləğv edilir ifadəsi səhvdir. Məhdudlaşdırılır. Bir də bunlara müəyyən qədər maaş zat məsələsində güzəştlər həyata keçirilir. Və 20-ci əsrin əvvəlində Hindistandan söhbət edəndə onu deyirik ki, Hindistan yenə də İngiltərənin müstəmləkəsi olaraq qalırdı. Birinci Dünya müharibəsində İngiltərə tərəfdən müharibəyə qoşulmağa məcbur olmuşdu, əsgər vermişdi. Amma 20-ci əsrin əvvəlində burada xalq hərəkatı başlanmışdı vergilərdən, müstəmləkə zülmünə görə. Bu da Hindistanın ilk ümumxalq hərəkatı hesab olunur 20-ci əsrin əvvəlində. Və bununla da sizin Hindistan dərsiniz başa çatdı. İndi keçək nəyə? Şimali Qafqaz. Bu Şimali Qafqaz danışım. Çin, Yaponiyanı bir danışım. İndi isə Şimali Qafqaz hissəsindən danışırıq. Şimali Qafqazdan danışanda əslində Şimali Qafqazda heç bir fərqli bir şey yoxdur. Qafqaz ərazisini göstərir uşaqlar. Bəli. Qafqaz ərazisi və bu hissə 3 dövlət Cənubi Qafqazdır. Gürcüstan, Azərbaycan, Ermənistan. Şimali Qafqazda hal-hazırda bu əlimlə işarələdiyim hissəni əhatə edir. Bu Şimali Qafqazda dağlı hərəkatından söhbət gedirdi. Hələ 2-ci Yekaterinanın dövründə o ki, 2-ci Yekaterina Qara dənizə çıxmaq uğrunda mübarizəyə başlayır. Bu ərazidə Qara dənizə yaxın olduğu üçün Osmanlı üçün önəmli idi. Osmanlı dolayısıyla buradakı belə deyim ki, üsyançıları dəstəkləyirdi və eyni zamanda bu ərazilər Rusiya tərəfindən işğal olunan sonra üsyançılar da Osmanlı dəstəyinə ehtiyac duyurdular. Çünki istəmirdilər onlar Rusiyanın işğalına qalmaq, Rusiya nəzarətində qalmaq. Biz burada ümumiyyətlə
müridizm hərəkatından söhbət edirik. Rusiyaya qarşı müridizm hərəkatı baş vermişdi. Müridizm hərəkatının nümayəndəsi ilk kim olmuşdu? Şeyx Mənsur. Mən əslində bunu Rusiya dərsində söhbət eləmişəm. İndi bir də təzədən burada danışaq. Mən onun keçən dəfə testlərin birində də görmüşəm. Orada diqqət eləməsən, müridizm hərəkatının ilk başçısı şey olmayıbdı, Şamil olmayıbdı. Bəzən uşaqları çaşdırmaq üçün Şamilin adını verir, Mənsur olubdu. Burada 1785-ci ildə bir Alda döyüşü var. Bir də 1790-cı ildə Kuban döyüşü var. 1785-ci ildə baş vermiş Alda döyüşünün nəticəsində Mənsurun qoşunları qalib gəlir, dağlılar qalib gəlir. Hətta orada deyir 1787-ci ildə üsyan Osmanlı-Rusiya müharibəsinin başlamandan istifadə edib bunlar təzədən üsyana qalxırlar. Amma Yekaterina bunların üsyanına biraz ciddi gedir və nəticədə Kuban çayı sahili döyüşdə bu məğlubiyyətə uğrayır. Şeyx Mənsurun qoşunları məğlubiyyətə uğrayır. Amma Şeyx Mənsurun özünün fəaliyyəti dayansa da bu dağlı hərəkatın içində. Amma dağlı hərəkatın özünün mübarizəsi davam edir. Məsələn, burada artıq 19-cu əsrdə yeni nümayəndə olaraq Şeyx Şamildən danışır. Şamil də 1834-59 arası mübarizə aparmışdı. Bu Şamil artıq mübarizə zamanı dövlət yaratmışdı, öz dövlətini yaratmışdı. Bu dövlət adlanırdı imamət. Dini qanunlarla idarə olunan bir dövlət idi və onlar düşmənə qarşı cihad elan eləmişlər. Qeyri-müsəlmanlara qarşı mübarizə, müsəlmanların elan elədiyi mübarizə cihad adlanırdı. Və burada Şeyx Şamilin mübarizəsi, düzdür, Şeyx Şamil xeyli vaxt uğurla müharibə apardı, amma 59-cu ildə təəssüf ki, düşdü. Şeyx Şamilin düşməyindən sonra bizdə bir tələb burada verə bilər ki, bununla da, məsəl üçün, Şimali Qafqaz Rusiya tərəfindən işğal olundu desə səhvdir. Çünki Şimali Qafqazın işğalının başa çatdırılması 1864-cü ildir. Bu da Şamildən sonra deməli bir 5 il müddətli mübarizə aparılıbdır. 1864-cü ildə, bunu Rusiya dərsinin demişdim, deməli, bütün Qafqaz yazaq, elə. (1864-cü ildə 2-ci Aleksandr tərəfindən Şimali Qafqazın tabe edilməsi ilə bütün Qafqazın işğalı başa çatdırılmışdır. Biz əvvəlki dəfədə də deyirik ki, Cənubi Qafqazın işğalını başa çatdıran Rus hökmdarı 1-ci Nikolay, Şimali Qafqazın yaxud bütün Qafqazın işğalını başa çatdıran Rus hökmdarı isə 2-ci Aleksandr 1864-cü ildə. Buna fikir verin, çaşdıra bilərsiniz. Bəli, bununla da elə 1864-cü ildə artıq dağlar hərəkatı yatırılır. Düzdür, sonraki dövrdə az-az yeni arada üsyana qalxırlar, amma artıq hərəkat yatırılmışdır. Şimali Qafqazda dərsi bu qədər idi. İndi isə növbəti dərs izahına keçirik. Çin və Yaponiya. Artıq buradan o tərəfə dərs izahını kəsəcəm. Bu ikisi bir yerdə, Çin, Yaponiya bir yerdə. Beynəlxalq münasibətlərdə aydın. Özünüzə yaxşı baxın, qəfil yadıma düşdü sağollaşmaq. Artıq gez-gez video izahları gələcək. Azərbaycan tarixini bitirdiyimiz üçün yalnız ümumi tarixdən video izahları gələcək. Siz bu müddətdə nə edə bilərsiniz? Oxşarlıqlar layihəsinə baxıb oradakı qeydləri götürə bilərsiniz, hazırlaşa bilərsiniz, təbriklə təşkil edə bilərsiniz. Hələlik.